Bəli, deməli. Birinci sualda bizə deyir ki, cisimlər elektrik yükü sözlərdən istifadə edərək mətn tamamla. Atom nüvədən və həmin nüvə ətrafında hərəkət edən elektronlardan nüvə isə proton və neytrondan təşkil olunub. Uyğun xanları xətt çəkərək birləşdir. Proton bildiyimiz kimi müsbət yüklüdür, elektron mənfi yüklüdür, neytron isə yüksüz zərrəcikdir. Atom təşkil edən zərrəciklərdən hansının elektrik yükü sıfırdır? Təbii ki, söhbət neytrondan gedir. Qara hərflərlə verilmiş sözlərə uyğun olaraq altından xətt çəkin. Elektrik yükü olan zərrəciklər yüklü zərrəciklər adlanır. Təbiətdə iki növ elektrik yükü var. Onlar şərti olaraq mənfi və müsbət yüklər adlanır. Beynəlxalq vahidlər sistemində elektrik yükünün vahidi kulondur. Gəldik 5-ciyə. Boşluqlara uyğun sözlər yazaraq sxemi tamamla. Elektrik yükü müsbət ola bilər və mənfi ola bilər. Mənfi olanlar elektronlar, müsbət olanlar isə proton adlanır. Aşağıdakı ifadələrdən doğru olanları D ilə, yanlış olanları isə Y ilə işarə elə. Yanlış ifadələri düzəldərək yenidən yaz. Atom və ya neytral cisimlərdə elektronların sayı protonların sayından çoxdur. Xeyr, bu yanlışdır. Düzgün budur ki, bərabərdir. Elektron itirmiş və ya özünün elektron birləşmiş atom ya ion adlanır. Bu doğrudur. Atom elektron itirdikdə mənfi ion olur. Xeyr. Müsbət ion olur. Müsbət ionun yükü aldığı elektronların yükləri cəminə bərabərdir. Xeyr. Aldığı deyil də dördüncüdür bu arada. Verdiyi yüklərin cəminə bərabərdir. Euler-Venn diaqramına uyğun olaraq bədləri seçin. Mənfi yüklü ola bilər. Təbii ki, ion. Müsbət yüklü ola bilər. Bu da ion. Elektrik yükü sıfıra bərabərdir. Bu atomdur. Nüvə və elektronlardan təşkil olunub. Bu hər ikisidir. Elektronların sayı həmişə protonların sayına bərabər olur. Bu da atomdur. Belə, bu qədər.